Milli Şuranın üzvü Tofiq Yaqublu barəsində hökmdən çıxarılan kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Today Press TV APA-ya istinadən xəbər verir ki, Ali Məhkəmədə hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Kassasiya şikayəti təmin edilməyib və hökm qüvvədə saxlanılıb. Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Tofiq Yaqublu 9 il, onunla birgə ittiham olunan Elnur Məmmədov 8 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlanıb. Qeyd edək ki, Tofiq Yaqublu Cinayət Məcəlləsinin 178.3.2, 320-ci, 320.1-ci və 320.2-ci maddələri ilə ittiham olunur. İstintaqın gedişində Elnur Məmmədov təqsirləndirilən şəxs qismində cəlb edilib. Ona Cinayət Məcəlləsinin 178-ci dələduzluq və 320-ci saxta sənəd hazırlama və satma maddələri ilə ittiham irəli sürülüb. Həbs qətimkan tədbiri seçilib.